Bundan başqa Cənubi Qafqazda orta aylıq əmək haqqı, baxın. Cənubi Qafqazda orta aylıq əmək haqqı. Baxın, Ermənistan neçədir? Baxın, Ermənistan, özü də bilirsiniz, Ermənistanda dəqiqdir, dəqiq. Ermənistanın maxesi, Erməninin gizri maxesi bizim general qədər maaş alır. Bax, hamısı doğru xəbərdir ala. Ermənistanda orta əmək haqqı 892,1 892,1 dollar. Ermənistanda orta əmək haqqı hardasa 1500 manatdır. 1500 manatdır Ermənistanda orta əmək haqqı. Keçək Gürcüstanda. Gürcüstanda orta əmək haqqı 753,4. Yəni, deyəl həmvətən, harca 1200, 1300, 1250. Gürcüstanda, Ermənistanda 1500, 1500. Ermənistanda təxminən deyirəm, təxminən 892,1 dollar. Yəni, orta əmək haqqı Azərbaycan pulundan təxminən 1500-dən yuxarı, 1500 manatdan yuxarı. Gürcüstanda 753,4 dollar, təxminən 1200 manatdan yuxarı. Azərbaycanda isə yalandan yazıblar 593,6. Azərbaycanda isə 800 manatdan yuxarı. 800 manatdan yuxarı. İndi gəlin baxaq. İlham Əliyev deyir, orta əmək haqqı 800 manatdır. Düzmü deyir, dəyərli həmvətənlər? Ümumiyyətcə, Azərbaycan xalqının yarıdan çoxu devlətdən 1 qəpikdə pul almır. Alanların da yarıdan çoxu 593 dolları qoy qırağa. Heç 593 manat almır yarıdan çoxu. Elə deyilmi dostlar? 593 dollar eləyir 800 manatdan yuxarı. 800 manat Azərbaycanda, bax, rayonda kim alır 800 manat? 800 manat alan ancaq Səngərdə yatan leytinant almır. Leytinantın akladı 540 manat, 560 manatdır. Ən çox maaş alan hərbiçilər də Səngərdə olan. Bir də yol polisidir. Yol polisi alır, hə. Yol polisi deyəsən 1000-1200 manat alır. Yol polisini qoyun qırağa. Yol polisi 1500 manata qədər də alır, onu qoyun qırağa. Yol polisi bir rayonda 10-15 dənə yol polisi var da, onu qoyun qırağa. Onlar İlham Əliyevə pul topalayanlardır. Qoyun qırağa. Azərbaycanda leytinant Səngərdə yatan, məsələn, Toğuz rayonunda, bir rayonu götürür. Mən də o rayona bələdəm də. Toğuz rayonunda maxelər almır, gizirlər almır, leytinantlar almır, kapitanlar almır, mayorlar almır. Mayorun 800-dən artıq akladı yoxdur. Mayorun akladı, biləm, mayorun akladı 800-ə yaxındır. Qoy soruşum da bu dəqiqə. Mayorun akladı nə qədər? Bu dəqiqə soruşum. Bizə dəqiqə. Elə mayordan soruşuram. Bəy, salam, bəy, salam. Mayorun akladı nə qədərdir onu madinə? Mayorun akladı. Səngərdə olan mayorun. Deməli, dəyərli mədənlərim, dəyərli soydaşlarım, mən bilən mayorun akladı, mən bilən 840 manat olmalıdır. Baxa görə indi deyəcəklər bizə. Və deyərlər, indi cavab yazacaqlar, deyərlər inşallah. Baxın, Azərbaycanda mayordan yuxarı adam neçə nəfər ola bilər? Qoy, mayor və mayordan yuxarı hərbi hissədə olsun 20 nəfər. Mayor və mayordan yuxarı hərbi hissədə olsun 20, lap 30 nəfər olsun. 30 nəfər. Polisdə heç mayorun akladı o boyda da yox, mayor və mayordan yuxarı polislərdə qoy olsun 20 nəfər. Vayenli ilə polis oldu 50 nəfər. Eləmə elə. 50 nəfər. Sonra məktəb direktoru almır. Təhsil şöbə müdürü o boyda pulu ala bilərmi? Bəlkə alsa təhsil şöbə müdürü ala bilər. 51 nəfər. İcra başçısı 5 dənə də mavin ala bilər.
Deyək ki, bir icra hakimiyyətinin haqqladı 1800 manatdır. Təsəvvür edin ki, Ermənistan orta aylıq əmək haqqı qədər, nəzərə tutulan qədər bizim icra başçısı pul alır. İcra hakimiyyətində qoy alsın, 20 nəfər də icra hakimiyyətində alsın. 20 nəfər də bu qədər pulu. Nə qədər eləyir? 70 nəfər, 71 nəfər. Deyək ki, o reistr xidməti, prokuraturada, müstəntiqlərlə bir yer 10 nəfər orada alsın, 10 nəfər, 20 nəfər məhkəmədə alsın. Bunlar İlhama pul topalayanlardır. Yəni, obşu Toz rayonunda 100 nəfər alır, 100 nəfər alır, 800 manat pul alır da, 800 civarında pul. 1000 manata qədər pul alır. İndi bir nə icra başçısı 1850'dir, onu haqqladı, bildik. Yəni, qalan kim alır? Bunlar nətər deyirlər ki, Toz rayonunda orta əmək haqqı. Toz rayonunda deyirlər orta əmək haqqı məsələn. Toz rayonunda. Orta əmək haqqı 800 manatdan yuxarıdır. Necə deyirlər bunu? Necə deyə bilərlər? Toz rayonunda cəmi 100 nəfər bu pul ala bilir, 800 manatı. Toz rayonunda bunu almaq üçün gərək əhalinin yarısı 1000, 2000, 3000 pul alardı, yarısı da 500-300 alardı ki, bu ortaq gəlib o qədər pul eləyərdi. Birincisi. İkincisi, İlham Əliyev qoruyan çevik polis alayına, İlham Əliyev qoruyanlara 1500-2000'dən pul verir. Qoruyan Bakıda çevik polis alayına. Deputatlar oturub orada ancaq bir-birine baxmaqdan, barmaq eləməkdən başqa iş görmürlər. Hamısı çalan pul alırlar. Mehribanın tayfası, İlhamın tayfası, o nazirlərin tayfası, hamısı hərəsi 20 yerdə adını işə yazdırır. Hərəsi 20 yerdən 2000'dən, 3000'dən pul alır və sonra yalancı da ortaq məxrəc qoyurlar. Yalandan da gəlib deyirlər ki, orta aylıq əmək haqqı iş. Bunları nəzərə alanda belə, mən sayanları nəzərə alanda belə orta əmək haqqı heç 400-500 manat eləmir. Amma onu gətirib dollara çevirirlər. 500 manatı orta əmək haqqı demirlər. Yəni 50% maaş almır, onları çıxaq. O alanların da orta aylıq əmək haqqı gəlib 500 manat eləmir. Yalandan deyirlər ki 530 nə qədər dollar. Nəysə. Dəyərli həmvətənlərim, təkrar xanımları 8 mart münasibətindən yenə də təbrik edirəm. İlham Əliyev sevən xanımlar, onlar qancıqdılar. Onları təbrik etmirəm. Sağ olun, salamat qalın. Allah sizi bərxudar eləsin. Allah sizi bəxtiyar eləsin. Allah sizin bəxtinizi açsın. Qabil sevənlər, Allah da sizi sevsin. Allah daimi üstünüzdə olsun. Qabili sevməyənlər, İlham Əliyevi sevənlər, sizin də ana bacınızın, arvadınızın, qızınızın üstündə elə qabil sevənlər olsun. Sağ olun. Bildiniz də, İlham sevənlər. Sizə deyirəm ha. Qabil sevənlər ananızın, bacınızın üstündə olsun. Üstündən düşməsin yerə. İlham sevənlər. Qabil sevənlər, Allah üstünüzdə olsun. Sağ olun, salamat qalın.